Bildinmi? Deməli uşaqlar, siz də o pəncərənin ləzzətçisi. Mənim heyecanlandım. Ha, bu qədər İşte şey. böyle kadar insan karşılaştırsın beni. Ha. Ha. Deməli, hara gedirsiniz? Bunun izahlarına qulaq. Salam əziz şagirdlər, hər vaxtınız xeyir. Deməli bu günlər biz Ellər Akademinin deməli neçəsi keçirmişdik? 30 mart keçirdiyimiz 9-cu və 10-cu siniflər üçün olan buraxılış izahını verəcəm. Bu gün 9-ların izahıdır. 9-cu siniflər. Bunun PDF-ini də düzdür paylaşmamışıq, amma bu gün ya sabah paylaşacağıq PDF-ini. Yəni çalışacağıq bu gün paylaşacağıq. Bu PDF-i işləyərsiniz, qəşəng suallar var. İndi mən izah edəcəm, eyni zamanda Caner və Sadiq müəllim də kömək edəcək mənə. Deməli, başlayaq birinci sualdan. Ən çətin belə sualdır. Arxa fonda da mənim şagirdlərimdir. Onlar da izləyirlər. Yox, çəkin, axırda göstərərsən. Bir də gördüm. Hələ partanın altına girir. Deməli, tənliklər sistemindən aid olan bir sualdır uşaqlar. Necə eləyərik bunu? Əlbəttə ki, aşağıını 7-yə vurub yuxarı ilə toplaya bilərik. Bəli. Yuxarı olduğu kimi qalsın. 3x plus 7y bərabərdir 8. Aşağıını vuraq neçəyə? 7-yə. Aşağıını 7-yə vuranda yuxarını elə bir 1-ə vurduq da. 28x çıx 7y bərabərdir 7 14. Yaxşı yadıma düşdü mənim. Sizə deməmişdim ki, mən imtahanda iştirak etməyənləri qovacam hazırlıqda. Yaxşı. İndi birazdan gələcək o məsələ. Deməli, toplayanda tərəf-tərəfə bunlar getdi. 31x bərabərdir. 155. Toplayanda eləyir 155. Bu da x bərabər 5. Deməli, x 5 elədisə, gətirib burada x-in yenə 5 qoyanda, burada. Fərqi yoxdur, burada da qoya bilərsən, burada da. 20 çıxılsın y bərabər 21. Onda y də bərabər nə oldu? Mənfi 1. Deməli, biri 5, biri mənfi 1 hasil deyil, mənfi 5. Deməli, bunun həlli bu şəkildə. Yəni, adi bir sistem təmin etdik. Aha, növbəti sualı Caner müəllim təqdim eləsin. Hə? Buyurun Caner müəllim. Sonra Sadiq müəllim hazırlar. Selamünaleyküm. Aha. Trapesiya ilə bağlı bir sualımız var. Sakin. Arkadaşlar, sakin. Deyir ki, A-bı deyir C-yə bərabərdir. İkisi də 10-dur. Bərabəryanı trapesiya görəndə həmişə buradan hündürlükləri çəkin. Lazım olar. Deyir ki, BC 10-dur deyir. Hündürlükləri çəkəndə bu yuxarıdakı aşağı düşür də. Burada 10. Deyir ki, AD də 26-dır. AD opşum 26-dır. Bilirsən ki, bərabəryanında bu hündürlükləri çəkəndə 10 düşdü aşağı. 26-dan nə qaldı yerdə? 17 də. Qaldı 16. Bunlar bərabər bölünür, bərabər yanlı. Yəni 8-i bura düşür, 8-i bura düşür 16. İndi bir də bu üç bucağa bax. Və 10, 8 nəsə üç bucağı. İndi hündürlüyü nə olur? 6 olur. Hündürlüyü istəyir. Bəli, yəni bərabər yanlı ümumiyyətlə trapesiyada həmişə 2 dənə hündürlük çəkin. 2 dənə hündürlük çəkəndə bax bu qıraqdakı bu hissə buna həmişə bərabər olur. Bura 10-dursa, burada 10, 26-dan 10 çıx. 16, deməli 8, 8. Deməli, Fidan gəlmişdin imtahanısa. Niyə? Məndə deyil, başqa yerdə. İndi bu argumentdirmi? Məncə bu argument deyil ha. Fidan. Sadiq müəllim, buyurun. Mən bu bir həllər bilmirəm. Bilmirsən? Yaxşı, mən izah edirəm. Yaxşı görə də məzələnmə də. Deyir, M1 və M2 bir hədlərinin fərqinin dərəcəsi 20-dir. M1-in dərəcəsi nədir? 9-dur. Uşaqlar, M1-in dərəcəsi 9-dursa, bunu belə yazmaq olar da, məsələn, yazıram M1 üstü 9. Dərəcəsi 9 deyil, qüvvətinə 9 yazıram. M2-nin, burada nə yazır? Fərqi. M2-nin dərəcəsini bilmirəm nədir? Yazıram M2 üstü K. Yəni, M1-in dərəcəsi 9-dur deyəni M1-in üstü 9 yazıram. M2-nin dərəcəsini bilmirəm neçədir, üstünə yazıram K. İndi bu bir çox ədlidir. Deyir ki, bu fərqinin dərəcəsi 20-dir. Biz çox ədlinin dərəcəsini tapanda nə edirdi? Ən böyüyünü götürmürdü. İndi burada ən böyük deməli K20 imiş ki, K20 imiş ki. Və bu fərqin dərəcəsi nə olub? 20 olub. Su. Deməli cavab nədir? 20. Çoxu nə bilim orada toplayıb, çıxıb, vurub, bölüb, nə edir? Yəni bu fərq olanda ən böyüsünü götürsün. Bu 9-dur, deməli bu 20-dir ki, böyüsünü götürdülər. Vəssalam. Sadiq müəllim də öyrəndi. Sadiq müəllim. Bunu yaxşı, bunu özüm yazdım. Bu biraz iğrənc sualdır. Mən görün sizə yerləşmişəm. Burada da olur ki. Bunu bilmirdim, bunu da öyrəndim. Bunu da mən öyrəndim. Bax, görsən, bir şey mən bildim. Mən pozan baxdım. Orada çərçivə var, çərçivə. Oradan çəksin. Birini mən öyrəndim, birini sən. Bilmiyorum.
Bir. Öyrədən. Uşaqlar qulaq asın. Bu sual çox qəşəng sualdır və biraz da vaxt aparan sualdır. Deməli, rasional kəsirlərə aid bir sualdır. Bunu nətər eləyək? Bax. Bəli, burada 2-ni çıxardaq surətdə. 2-ni çıxartsaq, qalır x kvadrat çıx 2x plus 1, düzdür? Bəli, surətdəki ifadə x çıx 1-in kvadratıdır. Bu məxrəci vuruqlara ayırmaq üçün Viet düsturları bizim köməyimizə gələcək. Uşaqlar, Viet düsturuna görə bunun köklərinin biri 3-dür, biri də 1-dir. Çünki hasilləri 3, cəmləri 4. Onda bu da bizə nəyi verir? X minus 3, x minus 1. İndi qulaq asın. Uşaqlar, böləndə bu tərsinə çevrilmir. Elə bir bu yuxarı qalxacaq. Burada da bunların yerini dəyişək. Bu 6x-i qabaqda yazaq. Ola bir surətdə olacaq x kvadrat çıx 6x plus 9. Məxrəcdə isə olacaq x kvadrat çıx 4x plus 3. Belə tərsinə çevrildi də böləndə. İndi bu x minus 3-ün kvadratıdır. Bu isə 3 ilə 1-dir də bunun da kökləri. Əslində heç bununla bu eyni şeydir. Heç bu vuruqları ayırmağa ehtiyac yox idi. İndi bax, var. Bu... Hə, varsa onda yazaq. 3, 1-in 3, üstə də 1, 4. Yəni, hasili 3-dür, cəmi 4-də oldu. X minus 3, x minus 1. Bəli, eyni. Onda uşaqlar, bax. X minus 3-ün kvadratıdır. Burada aşağıda 2 dənə x minus 3 var. X minus 1-in kvadratı aşağıda 2 dənə x minus 1 var. Qaldı 2. Qəşəng bir sualdır ya. Yəni, vuruqları ayırmanı bilməlisiniz, rasional kəsirləri bilməlisiniz. Fidan, asant 25 yazsan, hə, asant da onda. Yəni, 21, 22 yazacaqsansa, o lazım deyil bizə. Deyir ki, o mərkəzli çevrədə ABC-nin dərəcə ölçüsünü tapın. Uşaqlar, birinci burada həm mərkəzi bucaq var, həm daxilə... Mən nə qayıram? Mən düzülüb gedirəm elə. Eyb yoxdur. Yadımdan çıxdı. Hə, sadəcə gəl bunu izah elə. Yazın, nə mənim? Gəl. Ayca çıx lövfiyə görə. Elə bir 2 dəfə çıxır. Əlvə çıxar, normal izah elə. Tərs müəllimsən sən. İzah elə. Deməli dostlar, çevrədir. Çevrədə bir yana qaydadır. Daxili bucaq, mərkəzi bucaq. Daxili bucağın 60-dırsa, onun söykəndiyi qövs də nə olmalıdır? 60 olmalıdır. Mərkəzi bucaq. Mərkəzi bucaqla qövs eyni bucaq olur. Amma bir dənə bu bucağa baxın. Bu daxili bucaq deyil. Söykəndiyi qövs 60 deyil. Daxili bucaq söykəndiyi qövsün yarısına bərabərdir. Ona görə bu bucağımız olacaq 30. Yəni bunun yarısı. Bəli, sadə bir sual olsa da çoxu. Bir də görsən çaşır, qarışdırır. Yəni mərkəzi bucaq 60, daxilə çəkilmiş bucaq da onun yarısıdır. Deməli, bu qəşəng sualdır, istəyirəm bunu özüm izah eləyəm. Xoşum gəlir belə suallar ümumiyyətlə. Bunlar əsasən türklərdə olur belə bir suallar, amma yavaş-yavaş bizə də gəlir. Əslən çox sadə bir sualdır. Sadəcə çoxu elə bilir ki, çox dəhşətli bir sualdır. Məsələn, niyə görə? Bax, burada yazıb FA0-dır, sonra da yazıb F0B-dir. Uşaqlar, bax biz hamımız, bu qrafik var, bu fx-in grafikidir. Və biz hamımız görürük ki, bu x-i kəsən nöqtədə nə 0 idi? Y. Yəni, yadda saxlayın ki, x-i kəsəndə həmişə y 0 olur. Bu da y-i kəsməyib 5 nöqtəsində. Y-i də kəsəndə nə 0 olur? X. Funksiya dərsində öyrənmişdik. X-i kəsəndə y 0 idi. Və salam da. Məsələn, bu 0,5. Bu da yazılış budur. Yazılış budur. Yəni, burada yazıb. Ümumiyyətlə, funksiyada y-lə fx eyni şeydir. İkisi də funksiya deməkdir. Bu x-in qiymətidir, bu y-indir. Məsələn, x-ə 0 verəndə y 5 olubsa, sən bunu belə yazacaqsan da. f0 bərabər neçə? 5. X-ə 0, y 5. Burada isə mənfi 3, 0. Yəni, sən x-ə mənfi 3 versən, y-də nə olur? 0. İndi burada sənə yazıb ki, f-a bərabər 0. Burada deməli, a mənfi 3-də. Çünki nə vaxt bu 0 olub? Mənfi 3 olan. Deməli, f-a bərabər 0 isə a mənfi 3 imiş. Eləcə də f0 5-dir. Burada f0 b-dir. Deməli, b-də buymuş. B-də 5-dir. Onda uşaqlar, açıq B, mənfi 3-dən də 5 çıxanda neçə edir? Mənfi 8. Və salam, qutardı, getdi. Bax, bu şəkildə belə bir sadə misaldır. Hələ ki, məncə çətin bir misalla rast gəlməmişik. Hələ ki, çünki bəzi şagirdlər şikayət edirdi ki, sınaqdan çətindir. Məncə tam normaldır. Qəbula uyğundur. Buraxılışda, yəni 9-un o buraxılışına uyğundur. Cənab müəllim, buyurun, bunu izah edin. Yəni, məncə normaldır. Hələ ki, çətin sual yoxdur. Deyir, düz bucaqlı, üç bucaq. 80 düz bucaqlı, üç bucaq. Deyir, iti bucaqlarından biri 37-dir.
Onda sən 3-cü bucağı tapa bilərsən də buradan. Bütün bucaqların cəmi 180 də. Bura bir x desək, x-in 90-ın və 37-nin cəmi nədir? 180-dir. Buradan x-ə nə qalır? Bu ikisinin cəmi 127 eləyir deyə 53 qalır deyəsən. X olur 53 dərəcə. Nə soruşur? Deyir, buna görə üç bucağın ən böyük xarici bucağının ölçüsünü tapın. Üç bucağın daxili bucaqları bəllidir. Xarici nədir? Məsələn 37-nin xarici bax bu bucaqdır. 180-dən çıxırsan. Çıxanda neçə eləyir? Neçə eləyir? 143. Məsələn bu bucaq. Daxili 53 xarici nə edir? 127. 90 xarici elə 90-dır. Bunlardan ən balacasını desəydi 90 deyərdin, ən böyük desəydi 143. O da deməli olmuş olur. Bəli, yəni üçbucağın daxili və xarici bucaqlarına bağlı bir sual məncə çox asan bir sual. Yəni bu da sadə bir şey. Bu şifahidir, bunu yəni şifahi deyəcəksiniz. Deməli, düstur belə idi, qayda belə idi. A üstü n üstü m. Qüvvətlər belə olanda nə olurdu? Vururdu bir-birinə. Onda bu da vuracaqsan bir-birinə üstündə. 2 kökgəni kökgəyə vuracaqsan. Kökgəni kökgəyə vuranda 2-də o da 2-ə 4. 3 üstü 4 də 81. Bu qədər sadə. Yəni, bu qədər sadə. Bu isə yazıb ki, düzgün qabarıq 10 bucaqlının bir təpədən çıxır. Bu düsturlardır hamısı. Bu yəni sadə bir şeylər. Bəli. Yəni bir var bütün diaqonalların sayı, bir var bir təpədən çıxan diaqonalların sayı. Bir təpədən çıxan diaqonalların sayının düsturu nə idi? n-3. Səndə qabarıq 10 bucaqlısı deməli 10 bucağı var. Onda ondan 3 çıxanda neçə eləyir? 7. Yəni bunun nəyi çətindir? Mən bəziləri deyir ki, bu çətindir. Sonra məsələn bu 66-cı sual. Bu 66-cı sualda bax paralelepiped, bax uşaqlar bir dənə paralelepiped düşəcək. Ya tam sətin soruşacaq, 9-lara aiddir sözüm. Ya həcmi soruşacaq, ya da yan sətin. Bunlardan biri soruşacaq. %100 bir dənə düşəcək. Sonra bir dənə məsələn oxşarlıq %100 bir dənə düşəcək. %100 bir dənə ehtimal düşəcək. %100 bir dənə funksiya və qrafiklərdən xətti ya da kvadratik düşəcək. Və eyni zamanda %100 bir dənə çevrənin tənliyi koordinatlar metodu da o orta nöqtədə o düşər. İkinci hissədən bunların hamısından bir dənə sual düşür. Bu da yəni tam səthi. Axı biz ölçüləri, buna xətti ölçülər də deyə bilər, ölçüləri də. Paralelepiped çəksək, məsələn bu bizim paralelepipeddir. Paralelepipeddir. Sadiq müəllim yenə öz amplasında. Deməli xətti ölçüləri 3 4 5-dirsə, deməli bu 4 5 ay işin olmasın. 3 B-də 4. Yəni bunun 3 4 5. İndi deyir tam səthinin sahəsini tap. Paralelepipedin tam səthinin sahəsi 2AB 2AC 2BC. Bəli. İndi gətirib düzürsən yerinə. 2-ni AB-yə vuranda 3 4-ün 12 2-yə vuranda AC 3 5-in 15 2-yə vuranda BC 5-də 22-yə vuranda 40 70 24 94 şəklindədir. Vəssalam, qutardı getdi. Bir dənə sual verəmədim. Nə? Bəs desəydi üzlərinin sahələri 3-4-5-dir. Bəli. Topluda olmalıdır desən sual. Üzlərinin də sahəsi verəndə artıq üzlərinin sahəsi məsələn 3-4-5 desəydi. Məsələn onda bunun bir üzü, məsələn bax bu yana baxan üzü. Bu üzün sahəsi nədir? AC deyil. Onda AC məsələn olacaqdı 3. Sonra bu da üz sayılır da. Bunun sahəsi AB məsələn olacaqdı 4. Bir də hansı üz qaldı? Bu arxa üz, bu üz. Bunun bu tərəfi B-dir, bu tərəfdə C-dir, BC. BC də bərabər məsələn 5. Bu şəkildə. Bəli, Sadiq, bəli. Yəni bu üz, bir dənə üz, bu 2 dənə, bu da 3 dənə. Bunun elə hər birinin arxası var. Məsələn, bununla bu, bununla bu, bununla bu. Məsələn, o səs. Ona görə işləyə vurur. Yəni bundan biz bir dənə düzəldək. Ümumiyyətlə fiqurları istəyirəm ki, taxtadan düzəldək. Nədənsə düzəldək. Qəşəng bir şeydir yəni. Məftildən yox da, taxtadan. Bunu kim deyər mənə? Bax bunu məsələn çox şahid. Ya bilin. Bunu bəziləri normal açılışla yazır, amma bir köməkçi açılışla daha tezdir. Köməkçi ilə nətər açırsınız? Bu. Çıx abi. Bu plusdur bu çıx. Bəli. Yəni bunun normal açılışı ilə də gedərdi.
Amma normal açılış olmadan bu köməkçi daha tezdir də. Olur A kub çıx B kub olur. A minus B'nin kubu plus 3AB A minus B. Onda uşaqlar A minus B neçədir? 6'nın kubu 216. AB 12'dir. 36. Bu da 6. Bu da 216. 432 Hə. Elə mi? 432. D variantı. Belə. Sonra Canır müəllim buyur. Kəsir səni tap. Kəsirsən. 5 köşdə için kəsir. Kəsirsə necə tapılır? Nə düşünürsən? Hələ bir söz Bəli, deyirəm. ədədin özündən tam. Kəsir tapmaq üçün ədəddən tamın çıxmalısan. Ədədimiz bəllidir də 5 köşdə için buraya yazıram. Tamı lazımdır 5 köşdə için. Köklü bir şeyin tamını tapmaq istəyirsənsə, sən birinci bu rəqəmi salmalısan kökün altına. 5'i kökün altına salanda 25 kimi gəlir. 2'yə vur, bəli 50. İndi kök altda 50 təqribən neçə deməkdir? 49 olsaydı tam 7 olur. Bu 7 tam onda bir zatdır. Onda bunun tam hissəsi nədir? Yəni müsbətlərə tam öz götürüldü 7'dir. Çıxılsın tamı 7'dir. Cavab nə olur? 5 kökdəki çıxılsın 7. Bəli. Bəli, yəni bilməlisiniz, düşə bilər ha bu kəsirsə də düşə bilər. Ədədin özündən tam. Həmişə ilk verilən qiymət ədədin özü sayılır. Yəni bu sənə verilibsə bu ədədin özüdür deməli. Tamın tapırsan, çıxırsan. Oldu kəsir. Kəsir isə bilirsə həmişə 0 ilə 1 arasında yerləşir. Heç vaxt birdən böyük ola bilməz. Uşaqlar, burada nə çətin bir sualdır. Yerinə qoyub hesablamaq lazımdır. Yəqin ki, bunu yaza bilməyən yoxdur da. Bunu deyirlər ki, sonra da şikayət olunur, çətin sual. Bu nəyi çətin? Bu hələ ki, bura qədər gəlmişik, çətin. Ola bilsin ki, ətraflıda bir-iki dənə çətin olsun. O da, yəni, normaldır da, dimin öz şeyinə girin, baxın, keçəninki imtahanın ətraflarına baxın, bundan çətindir. Yəni, bizim bu imtahandan dim özü çətin salır. Hələ biz asan salmışıq, hələ çoxu da deyir ki, məsələn, sınaqda iştirak edənlərin çoxu deyir, çətindir. Yəni, mənə maraqlı gəldi ki, bu nəyi çətin? Yəni, neyi? Ora 3 üstə 5 verək, yəni, nə qayaq orada? M-i yerinə 6 qoyanda 3 6-nın 18 çıx 11 7. 2-ni 3-ə vuranda 6 plus 8 14. 14-ü 7 bölün 2. Aparıb yerinə qoysan cavab çıxdı. Bu sualı çoxu səhv eləmişdi. Bax görürsünüz diqqət. Bu sualı niyə səhv eləyib? Yazıb bax məsələn bax səxavətə deyim. Bəli. Səxavət mallıq eləyir orada. Uşaqlar çoxu nəyə yazıb cavabı? Cavabı yazıb 12. Deyir 7 üstünə görə müəllim köklər cəmi nəyə bərabərdir? X-in əmsalının əksi 12. Amma baş əmsala bölməyi yaddan çıxar. Baş əmsala bölməlisin. Uşaqlar 12-ni 3-ə böləndə nə edir? 4. Y variantı. Yəni bu nədir siz səhv eləyəsiniz bunu? Bu sual deyir ki, OD şüası tənböləndir. Uşaqlar tənböləndirsə, onda deməli bu buna nədir? Bərabərdir, tənböləndirsə bununla bu eyni şeydə bərabərdir. Yəni 5x bərabərdir 2x plus 60. Onda 3x bərabər 60, x də bərabər 20. DOC. 2-ni 20-yə vuranı 40, üstə 60, 100. Bunun nəyi çətindir axı? Buyur. Sadəcə Allah qıtından nə sor? Deyir 7 saatda 210 gedib. Yazsan 7 saatda 210. 2,5 saatda nə qədər edir? X gedir. Heç bunu bir tənasüblə yazmayanlar da var ya bu arada. 210-u 7-yə bölür. Tutaq ki, yazanlar. S bərabər BT düşdürür. Tapır ki 1 saatda 30 gedir. Sonra 30-u vurur 2,5-ə. Tapır neçə eləyir? 75. Belə tapmaq da düzgündür. Belə tənasüblə çarpaz vursan yenə də 7x bərabər 210 vur 2,5. Şimdi bu yenə də burada 210 ilə 7-ni aparanda 30 vur 2,5 eyni şey gəlir. Yəni Bəli, yəni tənasübdür da. Tənasüb bir var tənasüblə yazasınız. Bir də var S bərabər VT gedilən yolla. Yəni bu 7T-dir. 210-da S-dir. S bərabər VT su. Sən tapırsan su cavab çıxdı. Yəni 2 yolla hansı ilə yazırsınız yazın. Çoxluğun deyir neçə ad çoxluğu var. Bunun qaydası var idi. Var. Qayda belə idi ki, n elementli çoxluğun 2 üstü n sayda ad çoxluğu var. İndi bu 3 elementli çoxluğun ad çoxluqlarının sayı 2 üstü 3. İndi baxın. Tutaq ki, hansılardır bunun ad çoxluqları? Bunu hətta heç düsturu bilmədən də tapa bilərsiniz. Əvvəlcə 1-1. Məsələn, bunun bir özü təklikdə bunun ad çoxluğudur. Ad çoxluq nə deməkdir? Bunun içində olsun. Yerləşsin.
2. Əvvəlcə tək-tək götürürəm. 3. Sonra 2-2 götürürəm. 1-2. 1-3. Sonra 1-3. Bu nədir? Şey oldu. Aha. Bir də 2-3. Sonra yadda saxlayın. Sonra özü, yəni istənilən çoxluğun özü özünün ad çoxluğudur, yəni 3-ü. Bir də boş çox. Boş çoxluq istənilən çoxluğun ad çoxluğudur. Neçədən oldu? 8-dən. Yəni düstursuz da 3 dənə. İndi amma 5 dənə olsa canın çıxacaq. Bəs müəllim, şərtdə desəydi ki, bu çoxluğun natural ədədlərdən ibarət neçə ad çoxluğu? Bəli, yəni dəyişə bilər, dəyişdirə bilər. Müəllimə yazın. Sadiq müəllim, buyurun. Çətin bir sual. Biraz yer açıq müəllim. Niyə? Dərsimiz 4-də bitmir. Birinci soru. Birinci soru. Birinci sorumuz. Nə deyir? Deyir 5 böl 10. 5 bölünsün 10. Bərabərdir deyir 6 bölünsün x. Buradan çarpazdan çarpaz vurursunuz olur. 5x bərabərdir 60. X'i buradan tapırsınız 12. Başqa yol nə? İkinci soru. Kənar hissədə bilirsiniz ki, kənar ədlərin hasili orta ədlərin hasilinə bərabərdir. 5x bərabərdir 60. Yenə həmişə oldu. X bərabərdir 12. Üçüncü soru. Dağını sormuyor. Bəsiniz 2-də. Bəli. Çətin suallarda işte. Bunu mən iyrənirəm, izah eləmirəm, cəhənnəm cənə. Ver, gətir. Uşaqlar bu heç. Yaxşı Bu nə? Yaxşı cavabınızı 9 alın. Saat 9-16 eləyirdim, şimdi 9 oldu. Hə, burada indi bu çıxan neçə? 9-da 3-dür birinci. Çıxsın 9-da 1. 9-da 2. Bölünsün -3-ü yazaq -3-də 1 tərs səviyyədə bölmə. Hə, bura. Çıxsın 3-ü 16-ya vur. Üstünə 2 gəl 50. Yenə bölünsün bir bölünək. İndi bu 9-da 2 eləyir. Vurulsun. 3-də 1 mənfin qabağa yazıram mən. Burada bu mənfi gəlsin qabağa eləsin müsbətdə. 3-ü 9-a vur. 27-də 50. 9 3-ə vuranda 27-də -2, üstə gəl 27-də 50. Bəli, ortaq məxrəc 27-dir. 50 çıx 2, Sakit ol, hə. 8. 3-ü aparın. İndi kameranı söndürüb, 3-ü aparın. ağzıma gələn deyəcəm sənə. 9-da 16. Cavab 9-da 16 eləyir. İndi 9 ay ifadəsini istəyir deyə. 9-da 16-nı 9-a vursan eləyir 16. Bəli, yəni belə hesablama suallarda düşür. Sonra burada yazıb sən 4 vedrədən 6 dəfə çox su tutur. Sən 96 tutursa 1 vedrə neçə litr? Deməli 1 vedrə x litr. Hə, yaxşı, indi Azərbaycan dərsdir. 1 vedrə x litr su tutur. Yəni 1 vedrə x litr su tutur. Onda gör nə yazım? Deyir sən 4 vedrədən 6 dəfə çox tutur. Uşaqlar 4 vedrə nə qədərdir? 4x deyil. 1 vedrə x-dırsa 4 vedrə nə qədərdir? 4x-də. Bu da yazılıb. Sən 4 vedrədən 6 dəfə çox. 4 vedrə budur. Bundan 6 dəfə çox nədir? 24x-də. Onda deməli sən 24x tutur. Bu da 96-dır. X də bərabərdir 4. Onda deməli 1 vedrə nə qədər tuturmuş? X litrdə o da 4. Vedrənin Azərbaycan tərcüməsi. Çox çətindir ha. Belə heç kim bilmirdi. Vedrə Azərbaycanca nədir? Aha. Vedrə Rusca'dır. Azərbaycan tərcüməsini yazarsınız yorumlara. Buyur canım müəllim. Ya da bunu özümüzə. Deməli yazıb malın qiymətini 50% artırıb, daha sonra yeni qiyməti 50% artırsaq malın için qiyməti neçə faiz artar? Aha. Bax bunu müxtəlif üsullarla eləmək olur. Mikrofona problemi oldu uşaqlar, biraz möhkəm danışmağa məcburum. Deməli bu müxtəlif yollarla eləmək olur. Tutaq ki malın qiyməti, bəziləri, qrupdakı bəzilərinə aiddir. Malın qiyməti, sən haber, nətərsən? Müəllim bunları deyir yəni, narahat olma. X mal. Sənə nəsə deyən oldu ki, deyirəm nətərsən, nə səqavər? Deyirəm nətərsən, səqavər? Yaxşı mənim üstü. Uşaqlar, malın qiyməti 100 manat olsun.
Tutaq ki 100 manatdır malın qiyməti. Tutaq ki bu 100 manat. Bəli. Deyir malın qiymətin 50% artır. Uşaqlar 50% artıranda 150%-ni tapırsan. 100-ün 150%-i elə 150. Özüm 100 götürdüm ki rahat artırım da. Ona 50 istədiyin qiymət götürə bilərsən. Ha malın qiyməti 5 manat, 1 manat, 50 qəpik istədiyin qiymət götürə bilərsən. Amma 100 götürdüm ki şifahi hesablansın. Malın qiyməti 100 manatdırsa 50% artıranda 150. Daha yazıb ki sonra yeni qiyməti 50%. Bu 150-ni bir daha 50% artırırsansa, yenə 50% artıranda yenə 150% tapırsan. Çünki 50% artıranda 100-ün üstə gəlirsən. Yenə 150%-ni tapıram. Bu da nə qədər edir? 225. 225-dən əvvəlki. Bəli, yazıb malın əvvəlki qiyməti neçə faiz artar. Bax, malın əvvəlki qiyməti 100 manat idi. Bu 100% idi. 100%. Yəni əvvəlki qiymət həmişə, iç qiyməti həmişə 100% götürmək lazımdır. Sonrakı qiymət 225 manat. Bu neçə faizdir? Onda buradan x bərabər 225. İndi qulaq as. Əvvəl 100% idi, indi 225% oldu. Neçə faiz artdı? 125% artdı. Bunu müxtəlif yollarla eləmək olur. Yəni başqa yolları da var. Qoşdu bu elə bir misaldır ki, bunu özünüzdə, bunu şagirdlər əsasən özündə beynində onu formalaşdırır. Məncə bu normal bir üsuldur. Bu şəkil hamının başa düşəcəyi üsuldur. Gəldik son 4 dənə bu ətraflı suallara. Aha. Yazıb ki, mart ayında 1 manatın qiyməti 20 TL ilə 25 TL arasında dəyişir. 1 manat, yəni 20-25 TL. Yazıb buna görə mart ayında 300 manatını bir dəfəyə TL-yə çevirən birinin aldığı pul hansı aralıqda ola bilər? Buyur canım mənim. Sıra səndə deyil. Yoxdur. Uşaqlara başlayalım. Bunu həqiqətən Google-dan baxdıq ha, yəni 20-25 arası. Yalanlandır. Hə. 1 manat, 1 manat. Özün yazmamısan, indi özün tərcümə. 25 TL ilə 20 TL arası. Bunu belə yazmalısın da, 20 ilə 25 arası. İndi heç bir dəfəyə 300 manata dəyişir. 300 manat dəyişir. Əslində mənim Sizcə 300 manat hansı aralıqda ola bilər? 1 manat 20-dir məsələn, 300 manat 300-ə vurmalısın. 20 300-ə vurmalısın. 6000 eləyir. O da 7. Bir də 25 3000-ə 300-ə vur. 7500. Deməli bu aralıqda bir şey. İndi maksimum desəydi indi 75. Bəli. Yəni sadə bir sualda gördüyünüz kimi. Yəni fərqli sual amma sadə həlli. Bu ətraf Məsələn 1 manat bu aralıqda dəyişirsə, əlbəttə ki 300 manatda 300-ə vuracaqsan. Burada nə indi bu nəyi çətin idi məsələn? Şifahi bir sual. Şifahi bir sual. Özü də ətraflı. 79 müəllim. Aha. Əlim hamı şübhələnirdi cavabı. Sual səhv deyil. Hə çoxu bunu deyirdi ki, cavab çıxmır, sualın həlli yoxdur. Amma həlli x-nalda, yəni konkret ədəd tapmağa məcbur deyilsiniz ki, bu ətraflı sualda, ətraflı sualsa ədəd tapmağa ehtiyac yox. Yazıb ki, mebel fabrikində bu qədər ədəd, yəni indi buna yaza bilərdik ki, 10 ədəd də yaza bilərdi. İndi bu x-la yazır. 2x minus 5 ədəd 3 ayaqlı, bu qədər ədəddə 4 ayaqlı stullar hazırlanır. Buna görə fabrikdə neçə ədəd stullar hazırlanır? Bu nədir ki? Bu nə şifahi sual deyil bu? Bu ümumiyyətlə sınavda çətin sual görmürəm. Niyə bu qədər asan hazırlamışıq? Mənim maraqlı. Bəli, çətinləşdirmək lazımdır. Hələ çoxu buna deyir ki, çətindir. Yəni buna çətin deyən adam yəni imtahan verməz. Uşaqlar, bu qədər, yəni belə deyim də, seni x çaşdırır sizə. 10 dənə 3 ayaqlı stolun neçə ayağı var? 30 ayağı yoxdur. Yəni bir dənəsinin 3 ayağı varsa 10 dənəsi... İndi bu da deyir bu qədərdir də. Yəni bu qədərdirsə 3-ə vursan, yəni bu qədərdir. 2x minus 5 qədər 3 ayaqlıdır. Bunun bir dənəsinin 3 ayağı varsa 2x minus 5-ə nəsə 3-ə vursan da 6x minus 15. Bu bərabərləşdirmişdik. Bunun da bir dənəsi 4 ayağı varsa 5x minus 3-də 4-ə vursan o da eləyir 26x çıx 3. Cavab bu. Bu qədər stul ayağı hazırlanır. Yəni bunun nəyi çətindir, bunun nəyi fərqlidir. Özdə stulu da maşallah olsun qəşəng. Bir ayağı mavi, bir ayağı qırmızı. Onu mən belə elədim. 30-dan 29 tamamda 4-cü tamamda 6-cı Güzel. Sağlayırdın. Bu qəşəng sualdır. Bəli, ümumiyyətlə bax qrafika aid bir dənə sual düşəcək sizə. Müəllimin ən sevdiyi suallarından. Deyir ki, uzunluğu 30 olan şam var, deyə burada görürsün. Şamı yandırıblar, 7 boyu azaldılar. Bax, burada 30'uymuş boyu. Azalıb nə qədər oldu? 29.9. Nə qədər azalıb?
0,6 azalıb. Deməli bu boyu 0,6 sm azalanda. Neçə dəqiqəyə? Bəs o neçə dəqiqəyə azalıb? 3 dəqiqə. 3 dəqiqəyə azalıb. 3 dəqiqə. İndi bu deyir ki, indi yandırılan, bax bu dəqiqə yəni 30 da bu dəqiqə. İndi yandırılan bir şamın neçə dəqiqə sonra boyu 21 olur. İndi boyu neçədir? 30 deyil, başlanğıc 30 da. Bunun 21 olması üçün nə qədər azalmalıdır? 9. Mən deyirəm ki, 0,6 sm 3 dəqiqə azalıb. Bəs 9 sm nə qədər azalıb? Amma əslində burada şey var da, məsələn o hava şəraiti var da, bəlkə biraz küləkli olan, burada sürətli şey olmur. Hə? Hava şəraiti, yaxşı nəzərə. Fizikadır. Düzdür, yəni otaq şəraitində az gedə bilər, çöldə çox. Mənim fiskada heç nəzərə alınmır da, biz indi izah İzah edə, necə hesablayırsan onu da izah et. Hə, yox. 27-ni 6-ya Cavabı 45 idi. 276-ya böləndə. Bunu belə 10'da 6 yaza biliriz. 45. 4 çarpı olsa bəlli eləyəcək. X 45 çıxacaq. Deməli, yenə bəli, çox gözəl bir sualdır və bu sual, yenə deyirəm, 9-larda buna bənzər sual düşür. Ümumiyyətlə 11-nin də 9-da da bu tipdə sual düşür və yəni bir dənə qrafik verir, sənə onun həllini istəyir. Məntiq nədir? Yəni sən qrafika baxaraq məsələni oxumalısan. Bax, görürsən ki, 30-dan 29,4-ə qədər nə qədər azalıb? 0,6 və həmin o 0,6-nı 3 dəqiqəyə azalır. İndi sənə deyir ki, indi yandırılan, yəni artıq 30-da indi yandırılır. İndi yandırılırsa şam 30-dur, hələ əriməyib. Deyir, nə vaxt 21 olar? Yəni 30-dan 21-ə gəlibsə 9 sm azalır. Bayaqları 0,6 sm azalır, 3 dəqiqəyə azalırdı bunu. İndi 9 sm neçə dəqiqəyə azalır? X. Buradan da məsələ bitdi. Və son sual yazıb ki, mağazada olan alma, armud və bananların ümumi kütləsi 72 kiloqramdır, hamısı birlikdə. Və yazıb ki, meyvələr kütlələrə uyğun dairəvi diaqramda göstərilib, mağaza neçə kiloqram banan var. İndi bax, ümumi tam bucaq neçə dərəcədir? 360. 90, 150 nə qədər eləyir? 240. Bəli, 90 ilə 150-nin cəmi 240-dır. Ümumidə 360, 360-dan 240 çıxanda, deməli onda banan 120-dir. İndi qulaq asın. Bəli, uşaqlar, ümumi bütün çevrənin hamısı 360 dərəcədir və bütün meyvələrin də kiloqramı 72 kiloqramdır. Onda 360 dərəcə 70 kiloqram. Bizdən bananı soruşur. Banan da 120 dərəcədir. Bu neçə kiloqramdır? İlk sakit. Buna çarpaz buranda 120 vurulsun 72 bölünsün 360. 172-ni çəbələndə neyinir? Cavab nə oldu? 24. Vəssalam, çox sadə bir sınaq idi. Yəni buna çətin deyib, narazılıq elən şagird imtahana girəndə xəyal qırıqlığına uğrayacaq, çünki imtahan bundan çətin olacaq. Ona görə vərdiş verməlisiniz. Sınaq çox asan və rahat bir sınaq idi. Sağ olun, salamat qalın. Gələn görüşlərə dək.